Değerli şagirdlər, abituriyentlər, izləyicilər, birinci dərsimizdə aldanmış kəvakiblə bağlı o hissədə qaldıq ki, süjet xəttindən danışarkən, hadisələrdən danışarkən Şahbaz qeyblərə çəkir. Bundan sonra hadisələr belə cəryan edir. Bizə Yusif Sərracdan danışırlar. Danışırlar ki, Yusif Sərracın atası Qəzvin kəndlərindən idi, istəyirdi ki, övladı din xadimi olsun, ruhani sinifinə daxil olsun. Ona görə də övladına dini təhsil vermək istəmişdi. Əvvəl o Qəzvində, sonra İsfahanda dini təhsil olandan sonra din xadimlərinin şarlatanlığını görərək din xadimi olmaqdan vaz keçmiş. 40 yaşında həmadana gələrək sərraçlıq sənədini öyrənmişdir. Yəni hər yönü düzəltməyi öyrənmiş. Qəzvinə gəlib burada bu sənətlə məşğul idi. Çünki fikirləşir ki, Qəzvin paytaxtdır, burada bu sənətə ehtiyac var. Çox vicdanlı, əxlaqlı, ədəbli, ərkanlı bir şəxs idi, azad düşüncəli. Ona görə də deyir, fikirləri ilə həm din xadimlərinin əleyhinə, həm dövlətin idarəçiliyindəki qüsurları, eyibləri göstərdiyinə görə deməli, ətrafına deyir, çoxlu adamlar yığışmışdır və biz də bilirik ki, sonradan deyir ki, bu onun bədbəxtliyinə səbəb oldu. Axund Səməd də məhz onun demokratik ruhlu, azad ruhlu, deyək ki, həqiqəti söyləyən bir adam olduğu üçün cəzaya layiq olduğunu düşünmüşdü. Deyir ki, bəs günorta vaxtı bir də namazını qılmışdı ki, günorta namazını bir də gördü ki, deyir, bəs bazarda toz duman qalxdı, bəs bütün saray əhli, əyan, əşrəf gəlir və gəldilər, deyir. Bəziləri deyir, piyada, bəziləri atdan gəldilər, hüzura düşdülər. Axund Səməd dedi ki, qəzanın qədərindən Yusif Sərrac, siz bugündən İran səltənətinin hökümdarısınız. Yusif Sərrac matməəttəl qaldı, heç nə başa düşmədi. Axund Səmədi mətin adamlardan hesab edirdi və dilə gətirir ki, siz Allah mənlə zarafat eləməyin. Bu zaman Sərdar Zamanxan dilləri deyir ki, yox, siz deyir, gəlin, minin ata, gəlin taxta çıxın ki, Axund Səmədin dedikləri həyata keçsin. Yusif Sərracın bu boyda əyan əşrəfə, Yusif Sərrac təxminən məndən bir neçə yaş böyük bir adam, heç nə başa düşmədi, gəldi, otdu, çıxdı, taxtı. Bəli, bunu hökümdar elan edədilər, axşam oldu, hamı dağıldı. Yusif Sərrac başına gələnin nə olduğunu bilmək üçün Xacə Mübarəki hüzura çağırdı və dedi ki, sən həmişə hökümdarın yanındasın. Çünki hökümdar buyruğu birbaşa Xacəyə verir. De görək ki, bu nə qəza qədər. Xacə Mübarək saf bir adam idi, sadiq bir adam idi, hər bir əhvalatı danışdı. Əhvalatı danışan kimi Yusif Sərrac ağıllı adam idi, rahatlaşdı. Tez fərraşbaşı Əsəd bəy çağırdı ki, get 12 fərraş götür. Bu adamlar, yəni sirri bilən adamlar, düzdür, sözsüz ki, demir ki, sirri bilən adamlar, hamısını bir-bir çəkir adlarını. Mövlana Cəmaləddin, Axund Səməd, Münəccimbaşı Mirzə Sədrəddin, Sərdar Zamanxan, Müstəfi Mirzə Yəhya, Mirzə Möhsün və Axund Səmədi apar, sal zindana. Bəli, onlara Ərk qalasına deyir, sal və sonra da gəl mənə məlumat verir. Sonra başladı sarayla tanış olmağa, xəzinə ilə tanış olmağa və burada qeyd olunur ki, bizim Yusif Sərracın 5 övladı var, 5 övladı var, 3-ü qızdır. İkisi oğuldur, ən balacaları oğlandır, böyük qızının 14 yaşı var, balacalarının 6-8 yaşı var oğlan uşaqları. Qızlar üçün hərəsinə bir qızıl gül, yəqin ki qızıl gül, orada deyir ki bir gül, yəqin ki qızıldan olan gül, bir üzük, bir sırğa, bir boyunbağı, bir dəst paltar, bir şal göndərir, yoldaşı üçün deyil, ancaq paltar, şal göndərir, oğlanlarını da səhər hüzura istəyir. Sabah günü başlayır fəaliyyətə, vəzifələr, boşalmış vəzifələrə misal çəkmişdim burada. Baş vəzir Mirzə Cəlil xanlıq rütbəsi ilə, qoşun başçısı Qurban bəy, maliyyə naziri Müstəfi Mirzə Zəki, Axund Səmədin də yerinə Molla Ramazanı qoyur. Dediyim kimi, münəccimbaşılıq sənətində peşəsini də, ümumiyyətlə vəzifəsini də ləğv edir. Peşəsini yox, vəzifəsini ləğv edir. Sonra bu yerdə deyim ki, Axund Səməd öz həmkəndlisi Molla Ramazanın onun yerinə Mollabaşı qoyulduğunu eşidəndə adam kinindən, küdurətindən, xiffətindən, hirsindən ürəyi partlayır, ölür. Bunu da yadımızdan çıxarmayaq. Və başlayır islahatlara. Elədiyi islahatları burada yazmışam, yəni görürsünüz, bir xüsusi danışmayayım. Demək ki, ölkədə ədaləti bərpa eləmək istəyir, qanunların işləməsini, şəriət qanunlarının işləməsinə çalışır Yusif Sərrac, bu barədə əmrlər verir. Deməli, göndərdiyi hakimlər göndərir, ədalətli adamlardan hakimlər
təyin edir, eyni zamanda onlara baxıcılar təyin edir ki, getsin, nəzarət eləsin, gəlsin. Sonra məsələn, dini vergilərin elə yerində yığılıb cəmaata paylanılmasını, çünki zəkatın, fitrənin hökmü belədir ki, yəni öz ətrafında olan kasıblara paylanmalıdır. Yəni dini şəriət qayda qanunlarını olduğu kimi həyata keçirilməsinə çalışır. Çalışır deyəndə o barədə əmrlər verir. Məsələn, deyək ki, Xümüs imammalı, məsələn, İran səltənəti Şiə məzhəb dini, yəni İslam dininin o Şiə qollu İranda keçərli təriqət idi, yol idi. Onlarda da imammalı vergi var idi, Xümüs 1/5 vergi var idi, din xadimləri üçün yığılan, onların hamısını ləğv elədi. Ümumiyyətlə, mollaların cəmaatın əlinə baxmasına imkan vermədi. Onlara din xadimlərinə maaş təyin elədi. Hər kəsin yerindən qalxanın özünün ruhani sinfinə aid eləməsinə icazə vermədi. Ümumiyyətlə, məhkəmə işlərini ruhanilərin əlindən aldı, dürüst, inanılmış adamlara həvalə elədi. Bunu ona görə elədi ki, həm də dövlət xalqın gözündə daha qüvvətli olsun. Çünki xalqın gözü, ağlı, gözü din xadimlərinin əlində olmasın. Çünki o dövrdə hökmlər din xadimləri verirdi. Elə bil ki, xalq dövlətdən yox, daha çox din xadimlərindən asılı olurdu. Ümumiyyətlə, ciddi vergi islahatları keçirdi. Burada bir məsələyə baxmaq lazımdır. Daha doğrusu, Mirzə Fətəli Axundov elə bil Avropada olan, dünyada o dövrdə daha mütərəqqi olan qayda qanunları bu əsərində əks etdirilmiş olur. Məsələn, kəndlilərdən 20də 1 vergi alınır. Əmlak vergisi 20də 1, amma şəhərdə 10da 1. Bu demək ki, şəhərdə adamlar daha çox qazanırlar. 10da 1 verəndə çox da deyək ki, gücə düşmürdülər, əziyyət çəkmirdilər. Amma kənddə adamlar az qazandığı üçün 20də 1. Tacirlər ticarətin demək daha da rövnəqlənməsi üçün ticarətdə də vergi nazı edir, 20də 1 vergi qoyur. Ümumiyyətlə, hamını vergiyə cəlb edir. Hər hansısa bir silk, təbəqə, bəy, xan, ruhani, seyid, yəni fərqi yoxdur. Hamı 20də 1 vergiyə mütləq cəlb edilmiş olur. Sonra deyək ki, dedik ki, münəccim başlığının ləğvi, bəzi dini vergilərin ləğvi, məhkəmə işlərində islahatlar sonra nə elədi? Gələn kimi, ümumiyyətlə, onun birinci əmri belə olur, xəstəxanalar, mədrəsələr, yolların genişlənilməsi, Qəzvinə su çəkilməsi, bunun üçün xüsusi heyətin müəyyən edilməsi, yolların genişləndirilməsi, quyuların doldurulması, rüşvətin aradan götürülməsi. Yəni, belə deyək ki, dövrümüz üçün də vacib olan, aktual olan bir çox islahatları başlayır həyata keçirməyə. Ümumiyyətlə, insanların cəzalandırılması məsələsində xüsusi islahatlar, yəni heç kəs bir nəfərin hökmü ilə cəzalana bilməz. Deməli, elə bir quruluş, rejim yaradır ki, insanlar ilk həftə, demək, hər şey gözəl, adamlar məəttəl qalır, filan çox xoşlarına gəlir, amma bir həftədən sonra bu cür dövlət idarəçiliyi görməmiş adamlar başlayır bu hökmləri süstrək adam hesab eləməyə ki, deyərsən, çox boş adamdır. Və belə bir rəyin formalaşmasından istifadə edən o dövrdə vəzifədən çıxarılmış adamlar, bütün adamları vəzifədən çıxarmışdı. Məsələn, əmr apır, deyək ki, ilxına aparırdı, cəmaatın əkininə salırdı, oradan rüşvət alırdı, kənd xudaları rüşvət alırdılar. Yəni, hamı harada gəldi, xalqın ciddiyinə görə o adamların hamısını vəzifədən kənarlaşdırmışdı və nəticədə, deyək ki, Axund Şah Abbasın bütün əyan əşrəfi ondan narazı idi. Onlar hiss edəndə ki, xalqın deməli, Yusif Sərraca münasibəti dəyişib, özləri də biraz üstünə qoydular. Yusif Sərracın 2 həftə ərzində çox pis imicini formalaşdırdılar və qoşun başçılarından, piyada, süvari qoşun başçılarından Kəmoğullar var idi. Onlardan da razılaşaraq, bəs Novruzdan 15 gün keçmiş böyük bir üsyan başlatdılar. Səhər günü açılanda, səhər tezdən Yusif Sərrac və adamları məəttəl qaldılar, çünki saray mühasirəyə alınmışdı. Əvvəlcə dirəniş göstərdilər, döyüşdülər, vuruşdular, amma mümkün olmadı. Üsyançılar çox güclü olduğu üçün saraya daxil oldular. Düzdür, Yusif Sərrac yoxa çıxır. Əsərdə yazır ki, qaçan qaçdı, ölən öldü, qaçan qaçdı və Yusif Sərrac da yoxa çıxdı. Elə ki, axşam oldu, səhər adamlar Şah Abbasın yerinə kimi qoyaq deyə sual eləməyə başladılar və birinci ağıllarına gəldi ki, getsinlər əşq arasındakı adamları gətirsinlər. Çünki bunların əvvəlki böyükləri, böyük vəzifə sahibləri orada idilər. Bunları gətirirlər və Mövlana Cəmaləddinin ilk verdiyi sual bu olur ki, bu gün ayın neçəsidir? Məlum olur ki, artıq Novruzdan 16 gün keçir. Belə olanda
çox rahatlıqla bu Əş qalasındakılar deyir ki, Əş hökmdar kim olacaq? Hökmdar Şah Abbas olacaq və hökmdar Şah Abbası gətirib taxta çıxarırlar. Burada sonra bir ironik sonluqla bitir. Müəllif yazır ki, adam məəttəl qalır ki, necə oldu ki, bu ulduzu İran əhli aldada bildi? Bu ulduzlar niyə imkan verdilər ki, sonradan Şah Abbas 40 gün bu xalqa zulüm elədi? Hətta orada belə bir Şah Abbasın zülmkarlığını göstərmək üçün deyirlər ki, Şah Abbasın özündən sonra bir varisi yox idi. Çünki öldürtdürdüyünü öldürtdürmüşdü öz oğlanları, gözlərinə mil çəkdirmişdi. Axırda deyir, onun taxtına öz nəvəsi çıxdı, 40 illik bir hakimiyyətdən sonra. Sonra da deyir ki, İran, bu deyir, ingilislər də çox axmaq xalqdılar ki, deyir, İranlılar da belə bir biz bir xalqla müharibə eləmək istəyirlər. Əsərin hadisələr bu cür cəryan edir. Bu əsərdə deməli bizim Mirzə Fətəli Axundov özünü ifşa üsulundan istifadə edibdir. Məsələn, deyək ki, bax, Mirzə Mövsüm, Sərdar Samanxan, Mirzə Yəhya, Axund Səməd hər danışdıqlarında əslində elədiklərini danışdıqca özlərini biabır eləmiş olurlar. Sonradan bunun satirik şeir formasını biz Mirzə Əkbər Sabirdə görürük ki, o şeirlərində özünü ifşa üsulundan, yəni tənqid elədiyi satirik hədəflərini özlərini danışdıraraq ifşa eləmiş olur ki, bunu amma əslində ilk dəfə Mirzə Fətəli Axundzadə ədəbiyyatımıza gətirmişdir. Bundan bağlı yenə bir daha vurğulayım ki, şah mütləqiyyət idarə üsulunun bu cür tənqidi bizim ədəbiyyatımızda ilk hadisədir. Və ondan sonra da deyək ki, ədəbiyyatımızda bu cür əsərlər, yəni bu səviyyədə gözəl ifadə olunmuş əsərlər yazılmıyor. Bəlkə də əslində yazılıb, yazılmıyor desəm düz olmur. Yazılıbdır, amma yenə də bizə xeyri olmuyor. Orta məktəblərdə illər uzunudur. Biz Axundovun bu əsərini öyrədirik, amma mövqe sahibləri, cəmiyyətdə nüfuz sahibləri Axundovun bu bizə öyrətmək istədiyi mütərəqqi idarə üsulunu öz həyatlarında, öz vəzifələrində, mövqelərində tətbiq eləmirlər. Belə yerdə deyək, bilirsiniz ki, Mirzə Fətəli Axundzadə dinlərə inanmayıb, onun dini baxışlarının sarsılmasında Mirzə Şəfi Vazehin böyük rol olubdur və sonralar Axundzadə də elə Yusif Sərrac sanki onun özünün pro-obrazıdır. Uzun müddət din xadimi olmaq istəmiş, amma sözsüz ki, 40 yaşına qədər yox. Sonra dini inanclardan imtina eləmiş, xalq üçün mütərəqqi olan böyük fikirlər iləri sürmüş, amma nə fayda, biz onlardan deyək ki, nəsibimizi almadıq. Bu yerdə dini inancı olmasa da Axundzadə üçün adam bircə söz deyə bilir. Allah sənə rəhmət eləsin, böyük ədib. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydan toxundursa, mənə nə mutlu.